Qarabağ, Azərbaycanın ürəyi, tariximizin və mədəniyyətimizin beşiyidir. Bu torpaqlarda əsrlər boyu xalqımızın səsi, nəfəsi, ruhu yaşayıb. Amma 1990-cı illərdə baş verən 1-ci Qarabağ müharibəsi bu sakitliyi pozdu. Minlərlə insan doğma yurdunu tərk etməyə məcbur oldu. Kəndlər boşaldı, evlər dağıldı, torpaqlar işğal olundu. Lakin bir anlamı dəyişmədi. Qarabağ Azərbaycandır. Tarihi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərindən biridir. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçələcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Müjdə ver ulduza, müjdə ver aya. Bu nə bir xəyaldır, nə də ki rəya. Eşitsin kainat, eşitsin dünya. Biz qərb ölkənin vətəndaşıyıq. Düşmən iddiasından alışıb yansın. Bu üç rəngli bayraq hədavalansın. Millətin özünü qorxaqlasın. Biz qərb ölkənin vətəndaşıyıq. Tarix yazdığı igidlər hamısı əzizimizdir. 44 günlük müharibə şanlı tariximizdir. Doğmadır torpaq daşı, xalqın qədim vətəndaşı, ömrü günü can sirdaşım, biri alov, biri ocaq, Azərbaycandır Qarabağ. Qənim olub düşmənə öz yerini göstərdi. 4 günlük döyüşlər tarix bizə verir. Biz özümüzü düşmən olsun savaşlar. Biz silinməz tarixdən qaldı yaxdaşlar. Bizim dərbəci torpaqda daşlar, sevinmirlər. Bugün zəfər günüdür. Bizə zəfər yaşatdı. İki oğullarımız hər birini anırıq, minnətdarıq hamımız. Qarabağ xalqın ağır etdiklər, biz xalqımızdan şikayət edəcəklər. Qalib oldu vətənin, sevib oldu könülər, sadəcə Qarabağlarımız da kəsildi. Hörmətli qonaqlar və əziz dostlar, bugün biz tədbirimizdə 1-ci Azərbaycan Respublikasının dövlət himnini gəlin səsləndirək. Connected. İndi isə sözü vereyim məktəbimizin direktoru Əliyev Rafiq müəllimə. Salam əziz şagirdlərimiz, müəllimlərimiz, valideynlərimiz. Mən sizi bu gözəl gün münasibətilə təbrik edirəm. Çox sevindiricidir. Çünki şagirdlərin bu qədər sevinci həqiqətən bizi çox ruhlandırır. Və mən şəhidlərimizə Allah'tan rəhmət diləyirəm. Valideynlərimizə can sağlığı diləyirəm. Və bütün ordumuzu Allah sağlasın. Sağ olun, ay şahidlərimiz. Bu qədər gözəl bir təntənəli
tədbir keçirməkdə sizin ki bu qədər çox məmnunam mən. Sağ olun, var olun hamınız. Səsləndirmək üçün sözü verir Tağı müəllim. Əziz şagirdlər, müəllimlər, bayram günü münasibətilə mən də hər birinizi təbrik edirəm. Bu bayram bizim üçün ən dəyərli bayramlardan biridir. 44 günü Vətən müharibəsində bizim məktəbində şagirdlər iştirak edib, Fərid, Rövşən, adları yaddan çıxanlar da var, İbrahim bizim yanımızdadır. İlk növbə öncə İbrahimin biz ürək sözlərini ala, sonra mən sözümü davam edəcəm. Zafer bayramınız mübarek olsun. Yoluna bak, ellerden hakkı. Hakkı güçsüz seni, cümle günahtı. Gelecek, hesabını çekmeyin bahtı. Hesabı ahırda çeksen dinlesen. Düşme kabağıma, sokul taşları. Sersesen dikerek çağdaşları istesen tarihin bir de başlara men durgun hayattan bezem milletem. Çekil korkağımdan ey yan düşman, ben şeytanın ümidine güzel milletem. Dünyanın üstüne kaldırdın yeter, dünyanın derdine gözen milletem. Çekil korkağımdan ey yan düşman, ben şeytanın ümidine güzel milletem. Dünyanın üstüne kaldırdın yeter, dünyanın derdine gözen milletem. Bu dünyanın derdine özen milletem. Tanrım bize ayarlı, onlar yıldız güzeller. Zamanında kanun dostum, Azerbaycan kendisine. Doğan yerin ölmez işte, milyonların donanına. Biz geminin geleceğe, istiklalın sonanına. Ya düşman tarih boyu, zor duruptur milletine. El atıptır, düz gitti köyden gelen kudretine. Minillerden yanan ocak, her rüzgara sönen değil. Azatlığa çölüne, bu sevdadan dönen değil. Azatlığa çölüne.